Bugün ilk köç karvanı ilə Xocavənd rayonu Xanuba kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub. Yeni köçən ailələr qarşılandıqdan sonra onlara Anamanın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyatı qurumlara məlumat vermələri tövsiyə olunub. Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında prezidentin xüsusi nümayəndəliyinin, qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr açarları sevinclə qəbul edərək evlərində məskunlaşıblar. Yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Allah şəhidlərimizə rəhmət eləsin. Allah prezidentimizin canı sağ eləsin. Şükür ki, bugünkü günə gəldik. 30 ildən sonra yerimizə, yurdumuza. Şükür bugünkü günə. Mən 8 yaşında çıxmışam kəndimizdən. Bugünkü gündə 41 yaşımda qayıtmışam. Qeyd edək ki, ilk mərhələdə Xocavənd rayonu Xanuba kəndinə 25 ailə olmaqla 114 nəfər köçürülüb. Onlar Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir.